Salam dəyərli şagirdlər, 8 fevral tarixində Turan Tədris Mərkəzi tərəfindən keçirilmiş blok imtahanın tarix fənləri üzrə 11-ci siniflərin suallarının izahına başlayırıq. İlk sualımız 61-ci sual Euler-Venn diaqramından bəhs edir. Euler-Venn diaqramında bizim üçün ən önəmli olan ortaq cəhəti tapmaqdır. Yəni 4-ü tapsaq sualın çox böyük hissəsini həll eləmiş oluruq. Orxan Qazi, Sultan Murad və Mehmet üçün ortaq cəhət təbii ki, paytaxt dəyişkənliyidir. 3 üçün də ortaq cəhət olacaqdır. 4-də A olan variantlara baxmalıyıq ki, biz burada görəcəyik ki, 4-də A olan 3 variant var. A variantı, C variantı və D variantı. Digərlərinə də baxsaq, ortaq cəhətlərdən D ola bilir. Osmanlı'nın imperiyaya çevrilməsi 2-ci Mehmetin dövrünə aiddir. Yəni 3-ə də olmalıdır D variantı. 3-ə D olan variantı isə yalnızca C variantı. Yəni düzgün variantımız biri olacaqdır C variantı. Yenə də yoxlayaq. 1-ə B Maltepe döyüşünü Bizans qüvvələri məğlub edildi. Təbii ki, Orxan Qazi 1329-cu ildə. 2 olacaqdır C Murada Serbiya Nasivəsə salması, bu Çirmən və Kosovo döyüşləri. 3-ə isə olacaqdır Y variantı, Əmir Teymur, yox, 3-ə olacaqdır D variantı, imperiya çevrilməsi, 4-ə isə A variantı, düzgün cavabımız Y. Teymurla mübarizə aparan isə Bəyazitdir, amma Bəyazit bu suallarda yoxdur, ona görə cavab olacaq C variantı. 62-ci sual. 13-cü əsrin 1-ci rübünün 3-cü 10 illiyinə aiddir. 13-cü əsr dedikdə 1200-cü illər, 1-ci rübü dediksə 1200-1225-ci illər, 3-cü 10 illiyi deyilsə 1220-1229-cu illər 3-cü 10 illiyə düşür. Amma biz 1-ci rübü olduğuna görə biz götürməliyik 1220-1225-ci illəri götürməliyik. 1225-ci illərə aid olan hadisəni seçək. Asungurlar dövlətinin süquta uğradılması 1227. Şirvanşahlar dövlətinin Xərəmşah cəlalətinə asılıb düşməsi 1227. Təbrizin Monqollara 3 dəfə xərac verən şəhər dağıntılardan xilas edilməsi bu Monqolların birinci yürüşünə düşür 1220-22-ci illər. Ona görə düzgün cavabımız olacaq C. Usta bəndərin üsyanı 1231-dir. Qazan xan kəndindən köçmə haqqının hüququnun ləğv edilməsi 1303-cü ildir. Yəni doğru cavabımız olacaqdır 62-də C variantı. Keçək. Çox maraqlı sualdır. 60-cı sualda Səfəvi Osmanlı müharibələrinin 3 dövrünü xarakterizə edir. 16-cı əsrin ikinci yarısı, 17-ci əsrin birinci yarısı, 18-ci əsrin 30-cu illəri. 16-cı əsrin ikinci yarısı, yəni 1550-1599-cu illərə aid olan dövründən bəhs edir. A variantı Amasya sülhünün şərtlərinin pozulması nəticədən müharibənin başlanması söhbət gedir 1578-də, deməli 1-ə olacaqdır A. Həmədan döyüşdə Səfəvi ordusuna qalib gəlməsi 1535-dir. Bu ikinci yarısına düşmür. Azərbaycan ərazilərinin böyük bir hissəsinin Osmanlı tərəfindən işğal edilməsi bəli C-dir. 1590-cı il müqaviləsinə 1-ci İstanbul sülhünə görə. 2-yə baxsaq 17-ci əsrin birinci yarısı, yəni 1600-1650-ci illər müharibənin yeni mərhələsinin başlanması bəli başlanıbdır. 2-yə A olacaqdır. Araz çayının sərhəd olaraq müəyyən edilən sülhün imzalanması 1700 belə deyək də 32-ci il Kirmanşahda olmaz. Təbriz şəhərinin azad edilməsi 1603-cü ilə düşür. Belə 2-yə də olacaqdır C variantı. 3-ə baxsaq isə 18-ci əsrin 30-cu illəri Nadir Şahın 1-ci Mahmudla sülh müqaviləsinin imzalanması Nadir Şah əfşarlara aiddir. Səfəvi Osmanlı müharibəsinə aid olmadığına görə götürmürük. Azərbaycan torpaqlarının iki dövlət arasında bölüşdürülməsi nəzərdə tutan sülh 1724-cü ildə götürmürük. Burada qaldı Azərbaycan ərazisi Osmanlı'nın işğalının azad edilməsi. Bu da 1735-dir. Yəni olacaq 3-ə də C variantı. 1-ə AC, 2-yə belə deyək də AC, 3-ə C, yəni düzgün variantımız olacaq burada D variantı. 64. İbtidai ictimai cəmiyyətin daha gec baş vermişdir. Axirət dünyasına inamın yaranması, Axirət dünyasına inam orta paleolitə aiddir. Toxa əkinçiliyi meydana gəlməsi. Təbii ki, toxadan istifadə olunmağa başlayıbdır Neolit dövründə. Sırf əkinçilikdirsə Eneolit dövrünə aiddir. İlk metal alətdən hazırlanması Eneolit dövrü. Ata xaqanlığı meydana gəlməsi Erkən Tunc dövrü. İkinci ictimai əmək bölgüsünün baş verməsi isə Orta Tunc dövrü, yəni cavabımız olacaq Y variantı. Şəmsəddin el tutmuşa aiddir. Dehli sultanının əsasını qoyan Qütbəddin Aybəkdə çıxırıq. Abbasi xəlifəsi tərəfindən Hindistan sultanının edilməsi bəli düzgün variantımız B olacaq. Səfəvi Osmanlı dövləti diplomatik əlaqələr Moğollar qurub. Xələclər sülaləsindən deyir. Bu Məmlüklər sülaləsindəndir. 13-cü əsrin ikinci yarısında hakimiyyətdə olmuşdur. Səhvdir, birinci yarısında hakimiyyətdə olub. Sonra da qızı gəlib Raziyə Sultan 1236-cı ildə.
66. Qərbi Avropada baş vermiş 30 illik müharibə dövründə Azərbaycan tarixinə baş vermişdir. Söhbət gedir 1618-1648-ci illərdə baş verən 30 illik müharibədən. 1618-1648. Bu illəri olan hadisəni seçmək lazımdır. İngiltərə ilə Səfəvi arasında dövlətlər arasında müqavilə imzalanmışdır. 1621-ci ilə aid edilən əbədi dostluq. Deməli cavablarımızdan biri olacaqdır 1. Sufyan döyüşünün Osmanlı üçün məğlub edilməsi 1605-də aid olmaz. Şah 2. Abbasın hakimiyyətə gəlməsi də bilirsiniz ki 1642-dir. O zaman cavablardan biri də olacaq 3. 1 ilə 3 olan variantımız isə burada da C variantıdır. Xəritə sualımız, xəritədə üzərində göstərilən dövlətlərin hansının aid tarixi məlumat verilməyib? Xəritəyə baxsaq 4 Yaponiya, 5 Çin, 1 Hindistan, 2 İran, 3 isə Türkiyə, yəni Osmanlı ərazisi haqqındadır. Baxaq, Uyğur xaqanları tərəfindən himayə olunan ərazi Çindir. Buna çıxdıq. Şimali-qərbi hissəsi Mihraqulu Mahmud Qəznəvi tərəfindən tutulubdur. Bu da Hindistandır. Bizansın varlığına son qoyan da Osmanlıdır. Qalı cavablarımız 2-4. 2-4 olan variantımız da B variantıdır. Teoman Tonhu ilə Mete Tanhu'nun fəaliyyətinə aid ümumi cəhətlər deyil. Eradan və 3-cü əsrin 2-ci əsrin hakimiyyətdə olmaları, bəli, hər ikisi olub. Dövlətin sərhədlərinin genişləndirilməsi aiddir. Çin dövlətinin mübarizə də aiddir. Böyük Hun dövlətini idarə etməyə də aid, amma Y variantı yalnızca Mete Tanhu'ya aiddir. Yəni cavabımız olacaq Y. Şah İsmail və Şah Abbasa aid oxşar cəhətlərdən də Nizami ordunun yaradılması, Osmanlı dövləti sülh müqaviləsinin imzalanması Şah 1. Abbasa aiddir. 2-ni çıxırıq. Xorasan uğruna mübarizə aparılması ortaq cəhətdir. 3-dür. İdarə etmədə dünyəviliyə daha çox önəm verilməsi, xeyr, İsmail dini dövlət idi, dünyəvi deyil. Ona görə də 4-ə çıxırıq. Nizami ordunun yaradılması Şah 1. Abbasa aiddir. Yəni burada düzgün cavab olacaq. Yalnızca 3 olan variant, yəni B variantı. 70. Uyğunluğu müəyyən edin. Amasya sülhünün imzalanması Azərbaycan torpaqlarının böyük bir hissəsinin Osmanlılara verilməsi, Almabulağa döyüşü Ağqoyunlu dövlətinin 2-ci qoluna süqut edilməsi, bu düz variantdır şagirdlər. Sultan 1. Süleymanın Təbrizə keçirməsi, paytaxtın İsfahana köçürülməsi, Süleymanın Təbrizə keçirməsinə görə İsfahana köçürülmür, səbəb digər məqamları, yəni tez-tez ələ keçirilməsindən söhbət gedir. Rəş müqaviləsi imzalanması, Kürdən cənubdakı Xəzər sahil ərazidən Səfəvilərə qaytarılması, bəli, bu da düzdür. Rəsmi müqaviləsinə görə Ruslar Kürdən cənubdakı ərazilərə geri qayıtır. Mərv döyüşü Səfəvilər dövlətinin imperiyaya çevrilməsi, bu da düzdür. Amasya sülhünün imzalanması Azərbaycan torpaqlarının böyük bir hissəsi yox, əslində Cənub-Şərqi Anadolu Mosula qədər verilir. Bu sülhün əgər ki cavab Amasya yerinə 1. İstanbul olsaydı düz götürülə bilər. 2, 4 və 5 olan variant B variantı düzgün cavabdır. Müqavilələrin xronoloji arıcılığını müəyyən edərək xronoloji arıcılığı düzək. Gəncə sülhü 1735-ci ilə aiddir şagirdlər. Festivalə sülhü 1648-ə aiddir. Kirmanşah sülhü 1732-ci ilə aiddir. Peterburq sülhü 1723-cü ilə aiddir. Buradan yola çıxsaq ilk olacaq Festivalə sülhü 1648. Daha sonra olacaq Peterburq sülhü 1723. Daha sonra Kirmanşah 1732. Sonra isə Gəncə 1735. Yəni 2, 4, 3, 1 olan variant, yəni B variantı burada da doğru cavabdır. Keçək növbəti sualımızı. Daha gec baş vermişdir. Günümüzə ən yaxın hadisəni seçməyə lazımdır. 100 illik müharibənin başlanması 1337-dir. Məğlub edilməz Armadan ingilislər tərəfindən məğlub edilməsi 1588. O Taylerin Bağçalı üsyanı 1382. Almaniya reformasiyanın başlanması 1517. İspaniya krallığının yaradılması isə 1479. Burada gördüyünüz kimi ən son baş verən hadisə daha gec baş verən B-dir. Çünki 1588-ci il olub. 73-cü sual. 73-cü sualda uşaqlar biraz çaşdırıcı məqam var. Burada Sacilər, Səlailər və Şəddadilər dövləti verilib. Diqqətli olsaq, Sacilər dövləti Azərbaycan torpaqlarını ilk dəfə birləşdirib, yəni birə olacaqdır A variantı. Slavyanları köməyə çağırmışdı Şəddadilər, 2-3-ə də olacaqdır B variantı şagirdlər. İlk paytaxtın Ərdəbil şəhəri olması Saclərin ilk paytaxtı Marağadır, Salarilərin paytaxtı isə Ərdəbil olduğuna görə 2-yə də C variantı olacaqdır.
Səlcuqlar dövləti tərəfindən süquta uğradılıb, təbii ki, şəddadilər. D variantı da buna olacaq. Paytaxt dəyişkənliyin etməsi isə Sacilər dövlətinə aiddir. Y variantı da buna. Yəni 1-ə AY, 2-yə C, 3-ə BD olan variant düzgün cavabımız A-dır. Solan islahatlarına aiddir. Qulların öldürülməsinin qadağan edilməsi solan islahatına aid deyil. Yoxsul vətəndaşlar yüksək vəzifələr tutmasına icazə verilməsi perikl islahatıdır. Taxıl və digər zəruri ərzaq məhsullarının ixracının qadağan edilməsi solan islahatına aiddir. Yəni düzgün cavabımız C-dir. 14-cü əsrin 80-cı illəri İngiltərə və Osmanlı, yəni 1380-ci illərdən söhbət gedir. İngiltərədə Lord Tyler üsyanı olub, bəli, düzdür. Al-Qızılgül, Al-Qızılgül müharibələr 15-ci əsrə aiddir. Azincourt döyüşlərinə qalib gəlməsi, bu döyüş isə 1415-ə aiddir, ona görə də olmaz. Bəyazidin hakimiyyətə gəlmişdi 1389-da, bəli, bu olar. Kosovo döyüşündə Serblər məğlub edilmişdi, bu da olar. Əhməd Teymurla döyüşü isə 1402-dir. Yəni 1-ə A, 2-yə də AB olan variant Y variantı. Baharlı, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərin oxşar cəhətidir. Osmanlı dövləti mübarizə aparan Ağqoyunlardır. Buradan çıxırıq. Səfəvilər qarşı mübarizədə Şirvanşahlar ittifaq yaratmalıdır. Düzgün variantımız olacaq şagirdlər B variantı. Çünki Səfəvilərə qarşı ittifaq yaradıb. Qaraqoyunlardan Cahanşah və Şirvanşah hökmdarı 1-ci Xəlullah, Ağqoyunlardan Sultan Yaqub və eyni zamanda Fərrux Yasar. 16-cı əsrin əvvəllərində Ağqoyunu süqut edib. Cəlalilər qüvvələri məğlub edən Qaraqoyunlardır. Xidmət qarşısında iqta yox, bunlar tiyul verirlər. Ona görə düzgün cavabımız olacaq B variantı. Xəritə sualıdır. 77-ci sualda xəritədə verilmiş rəqəmlərə uyğunluğu müəyyən edin. Xəritəyə baxsaq 1 Naxçıvan, 2 Şamaxı, 3 isə Dərbənd verilib. Belə tipli xəritə suallarında bir şəhər haqqındakı informasiyanı dəqiq bilsək, digər şəhərlərdə tapmağımız asanlaşar. Məsələn, Dərbənd haqqındakı informasiyanı buradan götürə bilsək, nədir? 3-ə olacaqdır B variantı. Çünki hakimlər sülaləsi Dərbəndi idarə edibdir. Və eyni zamanda da 3-ə B ilə başqa bir variant olurmu? Baxaq görək. Monqollar tərəfindən tabe edilməsi ilə Azərbaycan işğalı başa çatmışdır. D-də olan 1239-cu ildə. Yəni 3-ə B-D olan variantlara baxmaq lazımdır. Belə bir variantımız da B-dir. Yoxlayaq. 1-ə A-yı, Əhməd Teymur burada yerləşən qalanı ələ keçirməklə bütün Azərbaycan işğalını başa çatdırıb. Bəli, Naxçıvanda Əlincə qalası var. Y-dəki Eldənizlərin paytaxtı olubdur. 12-ci əsrin birinci yarısında bu düz gəlir. 2 isə Təbriz isə 10-cu əsrin əvvəllərində 918-ci ildə paytaxt şəhərə çevrilmişdir. Bu da Əbu Tahirin dövründədir. Yəni düzgün variantımız olacaq B variantı. 78-ci sual. Qədim Albaniya dövlətinin Atropatena dövlətindən fərqli cəhəti müəyyən edin. Əhalinin tərkibində əsasən türk dilli tayfalar hər ikisində var. Bir müddət Roma Respublikasına asılıqda hər ikisi olub. Yunan mədəniyyətinə təsir qalması da hər ikisinə aiddir. Əhalisinin əsasən Zərdüşt dinə sitayiş etməsi Atropatenaya aiddir. Y variantı isə Azərbaycanın şimalına ilk dövlət olması Albaniyaya xas xüsusiyyətdir. 79. Frank 1-ci Göytük və Albaniya üçün ortaq cəhət seçək. Deməli, Bizans imperiyasının diplomatik əlaqədə yaradılması hər üçündə var. Alban hökmdarı Cavanşir, Franklarda Böyük Karolun vaxtında, 1-ci Göytüklərdə isə İstəmi Yabqunun vaxtında bu əlaqələr olub. Deməli, doğru cavablarımızdan biri 1. İmperiyanın parçalanması nəticəsində yaranması heç birinə aid olmayan, üçünə də aid olan bir fikir deyil. Yalnız Albaniyaya aiddir bu fikir. Erkən orta əsrlərə süqut etməsi, erkən orta əsrlər 5-11-ci əsrlərdir. Albaniya 705-də 8-ci əsrə düşür. Frank 843-cü ildə 9-cu əsrə düşür. 1-ci Göytük dövləti isə 588-6-cı əsrə düşür. Yəni üçündə ortaq cəhət olur 1-3. 1-3 olan variantımız da D. Parçalamaya məruz qalan isə yalnızca Frank və Göytükdür. Albaniya parçalanmaya məruz qalmayıb. 80. Verilərinə aid olduğu hökmdarı müəyyən edin. 12-ci əsrin sonuna hakimiyyətdə olmuşdur. Xəlifənin razılığı sultan elan edilmişdir. 3-cü Toğrulu məğlub etmişdir. Azərbaycan tarixində ilk sultan təbii ki bu da Qızıl Arslandır. C variantı. Qaraqoyunlu dövlətinin hökmdarı Qara Yusifin həyata keçirdiyi tədbirlə feodal əlindən öz tərəfinə çəkmək üçün çoxlu iqta. Ağqoyunlu və Qaraqoyunlu dövlətində iqta yox, əslində soyurqal paylanılır. Ona görə bu ifadə səhvdir. Şərqi Anadolu və Ərəb İraqın tabe edilməsi düzdür. Bütün Azərbaycan vahid halda birləşdirilməsi, vahid halda birləşdirmə, təbii ki Şirvanşahları asla sala, amma vahid halda birləşdirə bilmir. Səfəvilər bunu bacarıb.
Kür döyüşünə qalib gəlməsi 1412-ci ilə düşür. Bəli, bu olur. Şirvanşah 1-ci İbrahim tabe edilməsi bu da olur. Yəni 2, 4, 5 olan variant Y variantıdır. 16-cı əsrdə İspan donanması məğlub edən dövlətlər, burada söhbət İngiltərədən gedir, məğlub edilməz Armada və Osmanlıdan gedir, Əldəzar yaxınlığında hər ikisi məğlub eləmişdi. 1-4 olan variant C variantı. 83. Kirmanşah müqaviləsinə aid olanları seçin. Araz kəndi şimalda olan Azərbaycan torpaqlarının üzərində Osmanlı hakimiyyəti saxlanıldı. 1732-ci il yanvar ayının belə deyək 16-sında imzalanmış bir müqavilədir. Təbii ki, bu fikir doğrudur. Osmanlı dövləti son 10 ildə işğal etdiyi torpaqları geri qaytarmalıydı. Bu Bağdada aiddir. İrəvan, Gəncə, Tiflis, Şamaxı, Şirvan əyalətləri və Dağıstan Osmanlı imperiyasına verildi. Bu fikir də əslində doğrudur. Xəzər sahili ərazilər Ruslarda idi, digər ərazilər isə Osmanlıda qalır. Rus tacirlər gömülsü ticarət hüququ verildi, səhvdir. Çünki Osmanlılarla imzalanan müqavilə. Bir də Osmanlı Sultanı Mahmud ilə Nadir Şah arasında imzalanmışdır. Bu da səhvdir. Çünki Nadir Şah Kirmanşah müqaviləsini imzalayan şəxs deyil. O zaman Nadir sərkərdə idi. Nadir xan olmalı olsaydı ifadə yenə mənə qədər doğruluq ola bilərdi. Düzgün cavabımız olacaq burada bizim üçün 1 və 3. Xronoloji ayrıcılıq. Almanya kəndi müharibəsinin baş verməsi söhbət gedir Thomas Münster'in üsyanına 1524. Saratoga 1777, Tudorların hakimiyyətin sona çatması 1603, ilk dünya səyahətinin başlanması isə 1519-cu ilə təsadüf edir Fernando Magellan. Xronoloji ayrıcılıqda da düşsək, o zaman belə olacaqdı. İlk olaraq bizdə olacaqdı dünya səyahəti 4, sonra olacaq Almaniyada müharibə, sonra olacaq 3, sonra olacaq 2. 4, 1, 3, 2. 85. 17-ci əsrdə inşa edilmiş memarlıq abidələri. Nadiran məscidi 1663-cü ilə aiddir, götürürük. Və Kəlləxana da 1663-cü ilə aiddir, onları götürürük. Şeyx Cüneyd məqbərəsi 16-cı əsrə aiddir Səfəvilər dövründə. Bakının şərq darvazaları 16-cı əsrə aiddir. Şibli karvansalası isə 17-ci əsrə aiddir. Yəni düzgün cavabımız 1, 2 və 4. 86. 18-ci əsrin İkinci 10 illiyində baş vermiş hadisələri müəyyən edin. 18-ci əsr 1700-cü ilə ikinci 10 illiyi 1710-1719-cu illər nəzərdə tutulur. İspanlı Rus tacirlərinin mənəfinə uyğun olaraq müqavilənin imzalanması 1717-ci ildir. Bəli, bu olur. Hacı Davudun ilk dəfə Şirvan üsyanı başlanması söhbət gedir 1711-ci ildən. 19-da da bu üsyan var idi, ona görə bunu da götürürük biz. Əfqanların Qəndahara hələ keçirməsi 1709-dur, götürülmür. Carbakir Səfəvlərə qarşı ikinci üsyanın baş verməsi 1709-dur, ikincisi 1711-də götürülür. Qarabağda Osmanlı hakimiyyətinə qarşı üsyanın baş verməsi isə 1727-dir. Yəni düzgün cavabımız olacaq 1, 2 və 4. Düzgün cavablar bunlardır. Keçək 87-ci suala. Uyğunlaşdırma. Yusif ibn Əbsaz, Məzmun ibn Məhəmməd, Fəzl ibn Məhəmməd. Abbasi xəlifəsinin göndərdiyi orduları məğlub eləməsi təbii ki, Yusif ibn Əbsaza düşür. A variantı. Bərdə faciəsinin qarşısı alması üçün tədbirlər gördü, amma yetəri qədər olmasa da Məzmun ibn Məhəmmədə aiddir. Xudafərin körpüsünü Fəzl ibn Məhəmməd inşa etdiribdir. Yeni dövlətin əsasının qoyulması Məzmun ibn Məhəmmədə aiddir. Səlcuq Sultanı Toğruldan Asıbəsə düşməsi heç birinə aid deyil. Yəni 1-ə A, 2-yə B-də, 3-ə C olan variant olacaq düzgün variantımız. Gələk reformasiya ilə bağlı olaraq tərsi sualıdır. Reformasiya hərəkatından bəhs edir. Roma papasının Almaniyada cənnət qəbzlərinin genişləndirilməsi katolik kilsəsinə qarşı açıq mübarizənin başlanması üçün bir təkan oldu. Wittenberg Universitetinin ilahiçi professor Martin Luther'in cənnət qəbzi ilə alver olunmasına əleyhinə çıxış etdi. Bu xəbər Romaya çatdıqda Papa Almaniyaya xüsusi fərman göndərdi və Lutheri lənətlədi. Luther Papanın özünü bidətçi elan etdi və onun fərmanını tonqalda yandırdı. Papanın tərəfini saxlayan imperator Lutherin Worms şəhərinə keçirilən qurultaya çağırdı. Burada imperator Lutheri həbs etməyə çalışırdı. Mənbədə və tariximizlə əsasən haqqında bəhs edilən hadisənin neçənci ildə başlandığını yazdı. 1517-ci ildən təbii ki başlayır.
Tarixi bilikləriniz əsasən Martin Luther mübarizəsində Thomas Münsey mübarizəsindən fərqləndirən cəhət Thomas Münsey silahlı mübarizəyə üstünlük verirdi. Amma Martin Luther dinc yolla kilsənin reformasiyasının yenidən qurulmasını istəyirdi. Haqqında bəhs edilən hadisələr zamanı imzalanan müqavilənin 2 şərtini yazın. Haqqında bəhs edilən hadisələr zamanı sonda Augsburg sazişi imzalanacaqdır. Augsburg sazişində şərtləri belədir. Hər bir feodal öz dinini sahib ola bilir, protestantların dini etiqadı tanınır və Avropada katolik kilsəsi yenidən parçalandı və yeni bir qolu meydana gəldi. Bu kimi fikirlər doğru fikirlərdir. Diqqətinizə görə təşəkkür edirəm.